Deməli, bir hörmətli izləyicimiz yazır. Məncə kişi sevdiyi qadına pul xərcləyər. Belə cavab verim kommentə. Bəli, kişi sevdiyi xanıma pul xərcləyər. Lakin bu bir tələb, manipulyasiya, xahiş olmalı deyil. Bu bir istək olmalıdır. Bu bir arzu olmalıdır. Yəni kişi öz sevdiyi xanıma pul xərcləməkdən zövq almalıdır. Yəni bunu fakt onu istədiyinə görə etməlidir. Və bir də bir şeyi unutmaq lazım deyil ki, kişi fahişəyə də pul xərcləyir. Bu, o fahişəni çox sevdiyi anlamına gəlmir. Burada idarə məsələsi var, kontrol məsələsi var, şirnikləndirmə var, aldatma var, manipulyasiya var. Yəni, hər pul xərcləmək sevgi əlaməti deyildir. Diqqətinizə görə minnətdaram. Sağ olun.